Salam, əziz və parlayan, özgüvəni ilə hər kəsi heyran edən şir bürcləri. 13 və 19 iyul tarixlərini əhatə edən həftəlik ulduz falı proqnozunuza xoş gəlmisiniz. İndi isə o məğrur duruşunuzla rahat əyləşin, günəşin enerjisini içinizdə hiss edin və ulduzların bu həftə üçün sizin cəsarətli dünyanıza nələr vəd etdiyinə qulaq asın. Həftənin ilk günü olan 13 iyul bazar ertəsinə oyanarkən, günəşin idarə etdiyi o sönməz enerjinizlə sanki dünyaya meydan oxuyacaq bir ruh halında olacaqsınız. Bazar ertəsi sizin üçün bir səhnəyə çıxış kimidir. İnsanların sizə olan baxışlarını, sizin liderlik bacarığınıza duyduqları ehtiyacı və rəhbərlik etmə qabiliyyətinizi daha çox hiss edəcəksiniz. İş həyatında hər kəsin çəkindiyi, qorxduğu o mürəkkəb layihələri sanki bir göz qırpımında həll etmək üçün təşəbbüsü əlinizə alacaqsınız. Lakin diqqətli olun, sizin bu parlaq enerjiniz bəzən ətrafınızdakı insanların paxıllığına səbəb ola bilər. Rəqiblərinizə və ya sizi aşağı çəkməyə çalışanlara əhəmiyyət verməyin, sizin hədəfiniz hər zaman zirvədir. Bazar ertəsi günü həm də sosial çevrənizdə diqqət mərkəzində olacağınız, fikirlərinizin rəğbətlə qarşılanacağı bir gündür. Axşam saatlarında isə o yüksək enerjinizi biraz sakitləşdirmək üçün özünüzə dəyərli bir vaxt ayırın. Gözəl bir yemək, yüksək keyfiyyətli bir əyləncə və ya sadəcə özünüzü kral-kraliçalar kimi hiss edəcəyiniz bir mühitdə dincəlmək sizin haqqınızdır. Unutmayın ki, zirvədə olmaq üçün zaman-zaman aşağı enib nəfəs almaq vacibdir. 14 iyul çərşənbə axşamı yaradıcılığınızın və özünü ifadə qabiliyyətinizin zirvədə olacağı bir gündür. Şir bürcləri olaraq sizlər üçün həyat bir sənətdir və bugün siz o sənəti ən gözəl şəkildə nümayiş etdirəcəksiniz. İş mühitində orijinal və fərqli ideyalarınızla rəhbərliyin diqqətini çəkə bilərsiniz. Sizin bir işə şir imzası atmağınız, onu hər kəsdən fərqli və parlaq etməyiniz ətrafınızdakılar tərəfindən çox bəyəniləcək. Çərşənbə axşamı günü həm də maliyyə məsələlərində uğurlu bir enerjiyə malikdir. Əgər uzun müddətdir yatırım etməyi, biznesinizi böyütməyi və ya bahalı bir alış-veriş etməyi planlaşdırırsınızsa, bugün doğru addım atmaq üçün uyğundur. Lakin xərclərinizdə biraz seçici olun, sadəcə gözəl görünmək üçün deyil, uzun müddətli fayda verəcək şeylərə yatırım edin. Eşq həyatınızda isə bugün çox ehtiraslı və romantik bir enerji var. Münasibəti olan şirlər üçün partnyorlarına öz sevgilərini və dəyərlərini göstərmək üçün gözəl bir fürsətdir. Tənha şirlər isə bugün qatılacaqları bir mühitdə öz cazibələri ilə sanki bir maqnit kimi ətrafı özlərinə çəkəcəklər. Özünüzə olan inamınızı heç vaxt itirməyin, çünki sizin ən böyük silahınız elə o parlaq özgüvəninizdir. 15 iyul çərşənbə günü həftənin enerjisi daha da ciddiləşərkən, siz də öz hədəflərinizə daha çox köklənəcəksiniz. Çərşənbə günü iş həyatında bəzi çətinliklər və ya rəqabət mühiti yarana bilər. Lakin bir şir üçün rəqabət sadəcə bir oyundur və siz bu oyunu necə oynamağı çox yaxşı bilirsiniz. Sizin o mərd, dürüst və açıq xasiyyətiniz insanları sizin ətrafınızda birləşdirəcək. Əgər bir komandanı idarə edirsinizsə, bugün onların motivasiyasını ən yüksək səviyyəyə qaldırmaq sizin əlinizdədir. Sizin bir kəlməniz, bir baxışınız insanların işə yanaşmasını dəyişə bilər. Sağlamlıq baxımından isə bugün ürəyinizə və qan dövranınıza diqqət yetirməlisiniz. Çox stresə girməməyə çalışın, bilirəm, hər şeyi mükəmməl etmək istəyirsiniz, lakin bəzən hər şeyi mükəmməl etmək əvəzinə yaxşı etmək də kifayətdir. Gün ərzində qısa fasilələr vermək, təmiz havada gəzmək və özünüzü çox yormamaq fiziki gücünüzü qorumağa kömək edəcək. Axşam saatlarında isə idmanla məşğul olmaq, bədəninizi hərəkətə gətirmək, o yığılmış negativ enerjini atmaq üçün ən gözəl yoldur. Siz hərəkət etdikcə həyatınızın da hərəkətə keçdiyini görəcəksiniz. 16 iyul cümə axşamı hər kəsin sizə ehtiyac duyduğu, məsləhətlərinizə qulaq asdığı bir gün olacaq. Sizin o kral-kraliçaya xas olan baxış bucağınız və hadisələri məntiq çərçivəsində analiz etmə bacarığınız bugün çox köməyinizə çatacaq. İnsanlar problemlərini həll etmək üçün sizə gələcəklər və siz də onlara ən doğru yolları göstərəcəksiniz. Cümə axşamı günü həm də ictimai həyatınızın canlanacağı bir gündür. Dostlarınızla bir araya gəlmək, özünüzü ən yaxşı hiss etdiyiniz mühitlərdə olmaq sizə böyük bir enerji verəcək. Ancaq diqqət edin, bəzən insanların sizdən sadəcə istifadə etdiyini hiss edə bilərsiniz. Belə hallarda dərhal sərhədlərinizi çəkin. Siz çox səxavətli bir bürcsünüz, lakin öz dəyərinizi də bilən birisiniz.
Cümə axşamı həm də yeni bir şeylər öyrənmək, bəlkə də uzun müddətdir maraqlandığınız bir kursa yazılmaq və ya bir seminarı izləmək üçün uyğundur. Bilik sizin gücünüzü daha da artırır. Axşam saatlarında isə evdə sakitcə oturub özünüzlə baş-başa qalmaq, bəlkə də gələcəklə bağlı böyük bir vizyon qurmaq sizə çox yaxşı gələcək. Sizin xəyallarınız hər zaman böyükdür və o xəyalları reallaşdırmaq üçün hər şeyə sahibsiniz. 17 iyul Cümə günü həftə sonunun o şirin və rahatladıcı enerjisi sizinlə birgə gələcək. Cümə günü iş yerində artıq bitdir deyib, bütün işləri yekunlaşdırmağın, insanların sizi təqdir etməsinin və biraz da özünüzü mükafatlandırmağın günüdür. Siz şirlər, zəhmətinizin qarşılığını almağı və o qarşılığı da ən gözəl şəkildə nümayiş etdirməyi sevirsiniz. Bugün özünüzə gözəl bir hədiyyə alın, bəlkə də çoxdan bəyəndiyiniz o bahalı əşyanı və ya gözəl bir yeməyi dadın. Cümə axşamı gecəsi sosial mühitlərdə parlayacaqsınız. Şəhərin ən prestijli məkanlarına getmək, rəqs etmək, insanlarla söhbət etmək və diqqət mərkəzində olmaq sizin ən təbii haqqınızdır. Eşq həyatınızda isə bugün çox coşqun və romantik bir enerji var, partnyorunuzla birlikdə keçirəcəyiniz hər saniyə sanki bir filmin ən gözəl kadrı kimi olacaq. Tənha şirlər isə bugün qarşılarına çıxacaq yeni bir insanla çox maraqlı və ehtiraslı bir tanışlıq yaşaya bilərlər. Həyatın sizə təqdim etdiyi bu gözəllikləri qucaqlayın, çünki siz həyatın dadını ən yaxşı çıxaran bürclərdənsiniz. 18 iyul Şənbə günü sizin üçün tam bir özünə qayıdış və keyf günü olacaq. Şənbə günü səhər oyananda dünyanı fəth etməkdən daha çox özünüzü fəth etməyə, öz ruhunuzu oxşamağa çalışın. Səhər tezdən baxımınızı etmək, ən gözəl geyimlərinizi geyinmək, özünüzə bir kral-kraliçə kimi baxmaq Şənbə gününün ən gözəl başlanğıcıdır. Bugün həm də evinizdə dostlarınızı qonaq etmək, ətrafınızdakı insanlarla o məşhur mehribanlığınızı və cömərtliyinizi paylaşmaq üçün gözəl bir enerjiyə malikdir. Şənbə günü sizin o liderlik xüsusiyyətiniz dost çevrənizdə də özünü göstərəcək, bütün qonaqlıqların, bütün əyləncələrin mərkəzində siz olacaqsınız. Eşq həyatınızda isə bugün hüzur və ehtirasın qarışığı olan bir gün sizi gözləyir. Partnyorunuzla birlikdə sakit bir yerdə oturmaq, gələcək xəyallarınızdan danışmaq aranızdakı bağı daha da möhkəmləndirəcək. Əgər hələ də tək olsanız, bugün özünüzlə vaxt keçirməkdən, öz dəyərinizi dərk etməkdən və həyatdan zövq almaqdan böyük bir ləzzət alacaqsınız. Unutmayın, siz elə birisiniz ki, heç kimə ehtiyac duymadan belə öz dünyanızı gözəlləşdirə bilərsiniz. Nəhayət, 19 iyul Bazar gününə çatdıq. Bugün tam bir istirahət, enerji toplama və növbəti həftənin zirvələrini fəth etməyə hazırlıq günüdür. Bazar günü ulduzlar sizə dayan, nəfəs al və özünə qayıt deyir. Siz həmişə öndə, həmişə hərəkətdə, həmişə zirvədəsiniz, lakin bazar günü bu liderlik yükünü biraz kənara qoyun. Özünüzlə birbaşa əlaqə qurun. Bugün həm də gələn həftə üçün kiçik planlamalar etmək, hədəflərinizi bir daha gözdən keçirmək üçün mükəmməldir. Siz sistemli və nizamlı olanda daha çox parlayırsınız. Axşam saatlarında isə isti bir duş, sevdiyiniz bir kitab və ya meditasiya ilə özünüzü yeniləyin. Gələn həftəyə bomba kimi başlamaq üçün bu bazar günü sizin üçün ən gözəl yanacaq olacaq. Həyatınızdakı gözəlliklərin, sahib olduğunuz gücün və hər yeni günün qədrini bilin. Siz günəşin övladısınız və sizin işığınız heç vaxt sönməyəcək. Əziz şirlər, bu həftəlik proqnozumuzun sonuna gəldik. Gələn həftə görüşənədək parıltınız heç vaxt azalmasın, özünüzə çox yaxşı baxın.